Son günlərdə Naxçıvanla bağlı beynəlxalq mediada maraqlı bir trend başlayıb və buna Urdubad da qoşulub. İtaliyanın məşhur qastronomiya və səyahət platforması Marina Enogastronomic Tour Urdubad haqqında geniş məqalə dərc edib. Və açığı İtaliyanın Urdubad mətbəxinə bu qədər heyran qalması adamı biraz qürurlandırır. Məqalədə Urdubadın qədim memarlığı, 5 məhəllədən ibarət unikal şəhər planı və əlbəttə ənənəvi yeməkləri xüsusi vurğulanıb. Amma ən çox diqqət çəkən hissə hamımızın yaxşı bildiyi o məşhur Urdubad sucuğu oldu. İtalyanlar onu enerji dolu çox əsirli ənənənin daşıyıcısı olan unikal dad kimi təsvir ediblər. Yəni bizim sadəcə adi şirniyyat kimi bildiyimiz sucuq onların gözünə əsl mədəniyyət simvoluna çevrilib. Bu məqalə Şərq Qapısı qəzeti ilə platforma arasında əməkdaşlığın nəticəsidir və görünür Naxçıvan mətbəxi artıq beynəlxalq səviyyədə layiq olduğu diqqəti görməyə başlayır. Bir sözlə, Urdubadın adı bu dəfə tarixi ilə yox, dadı ilə İtaliya mediasında trend olub.